Endoskopiya adətən iki cür olur. Bayaq bəhs elədiyim kimi, biri gastroskopiya, buna ezofagoduodenoskopiya da deyirlər. Yəni üstdən baxmaq, mədə və 12 barmaq bağırsağın başlanğıc hissəsinə baxmaq. Bir də var kolonoskopiya. Kolonoskopiya əsasən yoğun bağırsaqlara baxır. Bir də əgər mümkünsə, keçilə bilirsək, uşaqlarda biraz bu texnik baxımdan olduqca çətindir. Nazik bağırsağın uc hissəsi, terminal ileum dediyimiz hissəyə baxılır. Hər birinin baxılmasında hazırlıqlar fərqlidir. Uşaq mütləq və mütləq həkim müayinəsindən keçməlidir. Birincisi, nə üçün olunur? Göstəriş müəyyənləşməlidir. İkincisi, uşağın ümumi sağlamlıq vəziyyəti dəyərləndirilməlidir. Uşağın hal-hazırki sağlamlıq vəziyyəti imkan verirmi bu endoskopiya olunmasına? Nədən? Çünki endoskopiya bir narkozla olunan, bir sedasiya ilə olunan bir yöntəmdir. Ürək sağlam olmalıdır, tam qan sayımına baxılmalıdır, bəzən digər testlərə baxılmalıdır, tamamən laxtalamaya baxılmalıdır. Onlar tamamən normal olduqdan sonra gastroskopiya icra olunur. Ac və susuz gəlir xəstə, işləmdən 6 saat öncəyə qədər heç bir su və yemək qətiyyən vermək olmaz və tam sağlam olmalıdır. Niyə? Çünki tənəffüs sistemi sağlam olmadığında, narkoz verildiyində, o sedasiya verildiyində tənəffüs sistemində endoskopiya sırasında bronxospazma girə bilər və ya tənəffüs sistemindən ciddi bir problemlər görə bilərik. O yüzdən o şəkildə hazırlanır. İkincisi, kolonoskopiya. Kolonoskopiya, məsələn, bir uşağın bağırsağından bir qanaması var, nədən qanıyır deyə baxdığımızda biz kolonoskopiya önəririk adətən. Bağırsağı mütləq müxtəlif dərman preparatları verərək tamamən təmizləməliyik və təmiz olmasından əmin olmalıyıq. Bəzən hətta imalələrdə istifadə olunur müxtəlif dərman preparatları.